Cəfər Cabbarlı küçəsindəyik. Təbii ki, bura Əmircandır. 2026-cı ilin ilk çəkilişi Cəfər Cabbarlı küçəsindən başlayır. Sovet dövründə Pravda adlanan bu küçəyə müstəqillik illərində görkəmli şair və dramaturq Cəfər Cabbarlının adı verilir. Cəfər Cabbarlı 1899-cu il martın 20-sində Xızıda anadan olub və Bakının Dağlı məhəlləsində yaşamışdı. 1934-cü il dekabrın 31-də vəfat etmişdi. Cəmi 35 il yaşamasına baxmayaraq 20-ci əsr Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri hesab edilir. Bu küçədə 14-cü əsrə aid Əmir Nizaməddin mavzoleyi və ya Əmir Hacı türbəsi, ictimai-siyasi xadim Vahab Abdulov, riyaziyyatçı Lətafət Abdulova, rus dili müəllimi Rəfiqə Kərimova, musiqiçi Püstəxanım Məmməd Hüseynova və onun oğlu bəstəkar Tərlan Məmməd Hüseynov, stomatoloqlar Əsəd Quliyev və Sona Əliyeva, onların övladları Qarabağ müharibəsi veteranları, pilotlar Vaqif və Akif, uzun illər Fövqəladə Hallar Nazirliyinin sistemində çalışmış Həsən Əli Quliyev, nəvələri hal-hazırda Turin Politexnik Universitetinin doktorantı Sona Quliyeva, ASTV və TRT kanallarında çalışmış rejissor İradə Rəfizadə kimi insanlar bu küçədə yaşayıb və yaşayırlar. Daha geniş məlumat üçün Facebookda Əmircan və Əmircanlılar səhifəsini izləyə bilərsiniz. 120 Əmircanlı kitabını və Əmircan və Əmircanlılar kitabını əldə edib məlumat ala bilərsiniz.